Salam, hörmətli müəllimlər, hörmətli tərbiyəçi müəllimlər. Mən təlimçiniz Çimnaz Şıxverdiyeva. Sizin üçün YouTube kanalımda məktəbəqədər MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün dəstək xarakterli mövzuların izahına davam edirəm. Bugün biz sizinlə məktəbəqədər təhsilin məqsədi və məzmunu haqqında danışacağıq. Məktəbəqədər təhsilin qanunu sənədindən baxacağıq ki, məktəbəqədər təhsilin məqsədi və məzmunu nədir? Bu mövzunu ətraflı, detallı və yadda qalan şəkildə izah edəcəyik. Onu da qeyd edeyim ki, dərslərimiz haqqında məlumat almaq üçün mənimlə WhatsApp üzərindən əlaqəyə keçə bilərsiniz. WhatsApp nömrəmi sizə xatırladıram. 055 933 55 75. Gəlin davam eləyək və mövzumuzun izahına başlayaq. Deməli, məktəbəqədər təhsilin Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir. Deməli, məktəbəqədər təhsil nədir? Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsidir və fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla təşkil olunan bir təhsil növüdür. Deməli, burada məktəbəqədər təhsildə fərdin, yəni uşaqların, cəmiyyətin və dövlətin maraqları mütləq şəkildə nəzərə alınmalıdır. İndi gəlin bu maddəni daha detallı və sadə şəkildə baxaq. Deməli, biz nə dedik? Dedik ki, məktəbəqədər təhsil, yəni bağça dövrü, uşaqların bağçada təhsil aldığı dövr, uşağın təhsilə başladığı ilk yerdir. Yəni bağça uşağın təhsilə başladığı ilk yerdir. Və bu sadəcə oyun oynamaq yeri deyil. Həm də uşağın gələcək həyatı üçün çox vacib bir pillədir. İndi gəlin ikinci maddəyə baxaq. Baxaq ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində onların əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının, estetik tərbiyəsinin, sadə əmək vərdişlərinə yiyələnməsinin, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına, həssas və şüurlu münasibətinin, həmçinin zəruri həyatı bacarıqlara yiyələnməsinin, şəxsiyyətinin formalaşmasının əsası qoyulur. Deməli, məktəbəqədər təhsil vasitəsilə nəyin əsası qoyulurdu? Əqli və fiziki inkişafın, yaradıcı potensialın inkişafı, mədəni səviyyənin inkişafı, psixoloji dayanıqlığın inkişafı, estetik tərbiyə, sadə əmək vərdişləri. İndi buradan artıq biz hansı nəticəyə gələ bilərik? Deyə bilərikmi? Məsələn, belə bir sual qoya bilərik ki, bağça təhsili uşağa nə verir? Deməli, bağça təhsili uşağa düşünməyi, araşdırmağı, suallar verməyi öyrədir və onun bədənini fiziki cəhətdən inkişaf etdirir. Yəni, uşaq hərəkət edir, idman edir. O, uşaqların yaradıcılıq bacarıqları da əlbəttə ki, ilk məktəbəqədər dövrdə, bağça dövründə inkişaf edir. Məsələn, rəsm çəkmək qabiliyyəti, oyun qurmaq qabiliyyəti, həmçinin uşağın musiqi, rəsm və ədəbiyyatla tanış olması da bu dövrdə baş verir. Bu da onun mədəni səviyyəsini əlbəttə ki, artırır. Həmçinin məktəbəqədər yaş dövründə biz nə dedik burada? Psixoloji dayanıqlılıq. Deməli, uşaq emosional baxımdan da güclənir və qorxularla baş etməyi öyrənir, özünü idarə etməyi öyrənir, hisslərini tanımağı öyrənir. Həmçinin gözəlliyi, nizam-intizamı dərk edir. Onun estetik zövqü də bu dövrdə formalaşır. Kiçik ev işlərini və özünə qulluq etməyi əlbəttə ki, yenə də uşaq məktəbəqədər yaş dövründə öyrənir. Həmçinin təbiəti sevməyi, sağlam yaşamağın vacibliyini başa düşür. Əsas həyati bacarıqlara da bu dövrdə yiyələnir. Yəni, gələcək üçün bir növ desək, özünü hazırlayır. Və ən əsası da bir insan kimi şəxsiyyət olaraq formalaşmağa başlayır. Gəlin bizim üçüncü maddəmizə baxaq. Üçüncü maddədə qeyd olunub ki, məktəbəqədər təhsil uşaqların milli mənəvi və bəşəri dəyərlər ruhunda, dövlət maraqları və Azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunmasına istiqamətləndirilir və ümumi təhsilə hazırlığını təmin edir. 7.3-cü maddəmizdən biz nə başa düşürük? Başa düşürük ki, bağçada uşaq həm Azərbaycanın milli dəyərləri ilə tanış olur. Məsələn, bizim hansı milli dəyərlərimiz var? Böyüyə hörmət, vətənə sevgi, həm də insanlığa aid ümumi dəyərləri öyrənir. Məsələn, bəşəri dəyərlərdə bütün insanlığa aid olan dəyərlər, dostluq, yardımsevərlik kimi, bir-birini başa düşmək kimi və bu təhsil uşağın gələcəkdə məktəbə daha rahat keçid etməsinə əlbəttə ki, kömək edir. İndi gəlin baxaq 7.4-də məktəbəqədər təhsilin məzmunu uşaqlarda aşağıdakı keyfiyyətlərin formalaşmasına yönləndirilir. Deməli, məzmunda nə nəzərdə tutulub?
Deməli, aşağıdakı keyfiyyətlərlə formalaşdırılması nəzərdə tutulub. Və baxaq, birinci, cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət və ünsiyyət mədəniyyəti. Demək ki, məktəbəqədər təhsilin əsas məqsədi budur ki, uşaqlarda aşağıdakı bacarıq və keyfiyyətləri formalaşdırsın. Birinci, bu hissəni çox diqqətlə dinləyin, çünki əsas məzmununa nələr daxildir? Bax, biz burada bu hissəni çox yaxşı yadda saxlamalıyıq. Birinci, məzmununa dedik ki, nələr daxildir? Cəmiyyətə uyğunlaşmaq. Yəni, uşaq başqaları ilə ünsiyyət qurmağı, dost olmağı, birlikdə oynamağı elə bağça daxilində öyrənsin. İkinci, müstəqillik, məsuliyyət, cavabdehlik, özünə inam və iradəlilik. Yəni, buradan biz nə nəticə çıxarda bilərik? Yəni, müstəqil olmaq. Məsələn, paltarını özü geyinmək, öz fikrini sərbəst şəkildə ifadə etmək, özünə inanmaq, özünə güvənmək və məsuliyyətli olmaq. Verdiyi qərarlara görə elə kiçik yaşlarından məsuliyyət daşımağı öyrənmək. İndi baxaq, növbəti bəndə. Müşahidə etdiklərinə münasibət bildirmək, qərar qəbul etmək və müstəqil öyrənmək. Bu çox önəmli bir hissədir. Düşünmək və qərar vermək. Bunu belə qısaldardıq. Yəni, gördüyü şeylərə öz münasibətini, gördüyü hadisələrə öz münasibətini sərbəst şəkildə bildirmək, sual vermək, soruşmaq, verdiyi suallara cavab axtarmaq. İndi davam eləyək. Baxaq, deməli, 7.4.4. Təbiətə və insanlara həssas münasibət, özünün və digərlərinin hüquqlarına hörmət etmək. Buradan biz nə başa düşürük? Təbiətə və insanlara sevgi. Yəni, ağacları qırmamaq, heyvanlara zərər verməmək, canlılara zərər verməmək, onlara qayğı ilə yanaşmaq, həmçinin insanlara qarşı mehriban və hörmətli olmaq kimi bu bəndi biz başa düşə bilərik. İndi baxaq növbəti bəndimizə. Estetik dünya görüşü, nitq, təsvir və tərtibat bacarıqları. Yəni, bunlar zövqlə bağlı bacarıqlardır. Yaradıcı estetik inkişaf sahəsinə aid oluna bilər, həm də bu bacarıqlar bir əlaqə qursaq. Yəni, uşaq burada rəsm çəkə bilsin, hekayə danışa bilsin, fikrini gözəl ifadə edə bilsin. Gəlin, davam eləyək, baxaq növbəti bəndimizə. Sağlamlığın qorunması istiqamətində gigiyenik tələblərə riayət etmək. Bilirsiniz ki, gigiyena mövzusu da məktəbəqədər təhsildə önəmli mövzulardan biridir. İndi biz baxacağıq burada. Təmizlik və sağlamlıq kimi biz bunu başa düşə bilərik. Yəni, əllərini yumağı, gigiyena qaydalarına əməl etməyi əlbəttə ki, uşaq bacarsın. Və davam eləyək. Baxaq, bizim növbəti bəndimizdə artıq hansı məsələlər, hansı prinsiplər yer alır. Məktəbəqədər təhsilin məzmunu aşağıdakı didaktik prinsiplər əsasında müəyyən edilir. Ən birincisi nə idi? Nəticə yönümlülük. İndi nəticə yönümlülüyü izah etməzdən öncə biz baxaq görək, bu nə deməkdir? Yəni, məktəbəqədər təhsilin məzmunu hansı prinsiplər əsasında müəyyən edilir deyəndə biz nə başa düşürük? Biz onu başa düşürük ki, bağçada uşaqlara nəyi, necə öyrətmək lazımdır sualının cavabını elə bu prinsiplər əsasında baxırıq. Yəni, bunun üçün müəyyən bir prinsiplər var ki, bağçada uşağı nəyi və necə öyrətmək lazımdır? Ən birinci nə gəlir dedik? Ən birinci nəticə yönümlülük gəlir. Nəticə yönümlülük verilən təlim və məşğələlərin sonunda, yəni bağçada, uşağın nəyi öyrəndiyi, hansı öyrəndiklərindən də hansı nəticəyə çatdığı nəzərə alınmalıdır. Yəni, biz uşağa hansı məzmunu öyrədirik, nələri öyrədirik və uşaq öyrəndiklərindən hansı nəticəyə gəlir? Bax, bu nəticə yönümlülükdür. Sadə və yadda qalan formada desək. İndi ikinci bəndə baxaq. Digər prinsipimiz nədir? Şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük deyəndə biz nəyi başa düşürük? Yəni, hər bir uşaq əlbəttə ki, fərqlidir. Və buna görə təlim uşağın fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Yəni, hər bir uşağın tələbat və maraqlarına uyğun olmalıdır. Onların fərdi xüsusiyyətlərinə, bir-birindən onları fərqləndirən xüsusiyyətlərinə uyğun olmalıdır. Üçüncüsü, uşaq yönümlülük. Uşaq yönümlülük deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni, təhsil uşağın nə dedik? Maraqlarına, yaşına və əlbəttə ki, onun uşağın yəni ehtiyaclarına uyğun qurulmalıdır. Müəllimin ehtiyaclarına yox, uşağın ehtiyaclarına uyğun qurulmalıdır. İnkişaf yönümlülük. İnkişaf yönümlülük deyəndə biz nəyi başa düşürük? Hər şey uşağın inkişafına xidmət etməlidir. Yəni, məktəbəqədər təhsil müəssisəsi niyə fəaliyyət göstərir? Uşağın inkişafına xidmət etmək üçün. Və hər şey uşağın inkişafına burada xidmət etməlidir. Həm onun zehni, həm fiziki, həm də sosial cəhətdən inkişaf etdirməliyik. Tələb yönümlülük deyəndə bəs nə başa düşürük? Tələb yönümlülük zamanın, cəmiyyətin və valideynin gözləntiləri burada nəzərə alınmalıdır.
Bizim növbəti bəndimiz varislik. Yəni əvvəlki nəsillərdən gələn dəyərləri, biliklər yeni nəsillərə əvvəlki biliklər əsasında öyrədilir. Yəni köhnə biliklərlə indiki biliklər arasında bir əlaqə qururuq. Biri digərinə zəncirvari şəkildə bağlıdır. İnteqrativlik deyəndə, yəni fərqli sahələr bir-biri ilə əlbəttə ki, burada əlaqələndirilir. Məşğələlər arasında inteqrativlik, məsələn, riyaziyyatla rəsm, danışıqla oyun birgə istifadə oluna bilir bizim məşğələlərimizdə. Siz bunu bilirsiniz. İşləyən müəllimlər bunu daha yaxşı bilir. Və sonuncu, Azərbaycançılıq və dünyəvilik prinsipi. Yəni uşağa həm öz xalqının mədəniyyətini, öz xalqının dəyərlərini tanıtmaq, həm də ümumbəşəri dəyərləri, ümumbəşəri mədəniyyəti izah etmək çox önəmlidir və bu öyrədilməlidir tərbiyəçi müəllimlər tərəfindən. Deməli, hansı didaktik prinsiplərimiz var məktəbəqədər təhsildə? 1. Nəticə yönümlülük, 2. Şəxsiyyət yönümlülük, 3. Uşaq yönümlülük, 4. İnkişaf yönümlülük, 5. Tələb yönümlülük, 6. Varislik, inteqrativlik, Azərbaycançılıq və dünyəvilik. Bugünkü dərsimizin izahı bu qədər, hörmətli müəllimlər. Siz dərslərimiz haqqında məlumatı 055 933 55 75 nömrəsinə yazmaqla əlavə məlumatı əldə edə bilərsiniz. Əməyə hörmət olaraq videomuzu bəyənməyi, şərh yazmağı və kanalıma abunə olmağı unutmayın ki, ödənişsiz şəkildə izahlar yüklənərkən sizin həmin yüklənən videolar haqqında məlumatınız olsun. Yəni abunə olsanız sizə dərhal bildiriş gələcək ki, kanala yeni izah yüklənib və həmin videoları rahatlıqla izləyə bilərsiniz. Əgər hər hansısa bir sualınız yaranarsa, mənimlə 055 933 55 75 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz. Mən sizin hər birinizə uğurlar arzulayıram.